Sual 11. Uyğunluğu müəyyən edin. 1. Azərbaycan torpaq örtüyüdür. 2. Xəzər dənizi. 3. İqtisadi coğrafiyadır. Aşağıda da verilibdir. A, B, C, D, E. Bunları uyğunlaşdırmalıyıq. İndi mən buradan yazıram. 1, 2, 3. Əbdülrəhim Hacızadə bilirik ki, iqtisadi coğrafiyaya aiddir. Onda mən gətirəcəm 3-ə A-nı. Sonra Həsən Əliyev bilirəm ki, Azərbaycan torpaq örtüyünə aiddir. 1-ə 1. Hadı Əliyev iqtisadi coğrafiyaya aiddirsə 3-ə C. Qasımgül biləcəm Xəzər dənizinə aiddir 2-yə D. Çox rahatlıqla gedirik. Məmmədəmin Salayev da olacaq Azərbaycan torpaq örtüyünə 1-ə də Y veririk. Baxaq görək hansı variantlardadır. 1B-Y, 2D, 3A, C. Deməli, sual 11-də cavabımız nə oldu? D bəndi. Keçək növbəti suala. 12-ci sualı oxuyuram. A terminini elmə işləfi rus alimi Mixail Lomonosov gətirmişdir. Deməli, biz burada iqtisadi coğrafiyadan danışır. İqtisadi coğrafiya. İqtisadi yazaq. Coğrafiyadan söhbət gedir. Sonra davam edir. O ətraf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə elmdir. A termininə aid olmayan elm sahələrini müəyyən et. Baxın, orada nə deyir? Aid olmayan deyir. Ekoloji coğrafiyaya bilirəm ki, fiziki coğrafiyaya aiddirsə, biri götürəm. Landşaftsşünaslıq yenə fiziki coğrafiyadır. Riyazi coğrafiyada nədir? Fiziki coğrafiyaya aid. 1, 2, 3 cavabımı tapdım. C bəndi. Gəlin digərlərinə də baxaq. Tibbi coğrafiya getdi iqtisadi coğrafiyaya. Rekreasiya coğrafiyası. Bu da getdi iqtisadi coğrafiyaya. Ərazi planlaşdırılması iqtisadi coğrafiyaya aiddir. Çox rahatlıqla yazdıq. Bir də qaydaq. Tibbi coğrafiyada aid idi. Rekreasiyada, ərazi planlaşdırılması da. Keçək indi 13-cü suala. Baxaq ki, 13-cü sualda bizdən nə istəyir? Diqqətlə baxaq. Dünya coğrafiyasının öyrənilməsinə böyük rol oynamış səyyahlarla bağlı deyilənlərdən hansıları doğru hesab etmək olar? Yəni fikirlərdən hansı doğrudur? Onu soruşur da. Kristofer Kolumb 1492-ci ildə Atlantik okeanını keçərək Amerika qitəsini kəşf etmişdir. Bu doğru fikirdir. Bunu götürək. David Livingstone dünya ətrafında ilk dəniz səfərini təşkil etmişdir. Bu yanlış fikirdir. Afrikanı öyrənib. Marco Polo 13-cü əsrdə Asiyaya səyahət etmiş və Çin Avropaya tanıtmışdır. 3 doğrudur. 4-ə baxaq. Ferdinand Magellan Afrikanın daxili bölgələrini öyrənib. Bu səhvdir. Axı dünya səyahət edib. Amerika və Vespucci Avstraliya qitəsinin müstəqil olduğunu sübut etmişdir. Bunun aidiyyatı yoxdur. Çünki getməyə baxır. Bu elə Amerikaya gedib. Avstraliya ilə aidiyyatı var. Sonra James Ross cənub maqnit qütbünü kəşf etmişdir. Doğrudur. Cənub maqnit qütbünü ilk dəfə o kəşf edibdir. John Ross da ki 1831-ci ildə getmişdir. Şimal maqnit qütbünə James Ross isə 1841-ci ildə kitablarda var. Amma mən tarixləri əslində əzbərləmirəm daha son dövrlərdə. 1, 3, 6 olduğuna görə cavabımızda var. Bəli. 1, 3, 6 Y bəndində var. 13-cü sualda yazdıq. Keçək neçənci suala? 14-cü suala. Davam edirik 14-cü sualdan. Coğrafiya elminin inkişafı ilə bağlı doğru fikirləri müəyyən edin. Baxaq ki, hansı doğru fikirlər var. İlk dünya səyahətini Juan Elcano 1523-cü ildə başa çatdırdı. Bunu doğru götürək. Yeni dünyaya Afrika, Avropa, Asiya aid idi. Bu köhnə dünyada bunu qarışdırmışıq. Bunu çıxaq. Flaman kartoqrafı Gerard Mercator xəritələr toplusunu hazırlayıb. Bu da doğrudur. Sonra nə deyir? Köhnə dünyaya Şimali və Cənubi Amerika əraziləri daxildir. Bu yeni dünyadır. Bunu da çıxaq. Fikir hardan gətirmişik? Avrasiyanın ucqar şərq hissələrini Semyon Dejnev, Willis Bering və Aleksey Çirikov öyrənmişdir. Bu doğru olacaq. Sonra altını da oxuyaq. Antarktida materikini ilk dəfə ingilislər kəşf etmişdir. Əslində ruslardır. O Berlin Şarjendir, Lazarevdir. Bunlar ona görə də çıxacaq. Bunu da 1, 3, 5 axtarırıq. 1, 3, 5 baxırsınız ki, burada D bəndində var. İndi keçirik növbəti sual 15-ci suala. Dünyalar arasında daşınan bitki və heyvanları müəyyən edin.
Əsasən yeni dünyadan gətirilən, 2 əsasən köhnə dünyadan aparılan. Baxaq görək yeni dünyadan nələr gətirilib. A-da verib şəkər qamışı. Şəkər qamışına görə mən buradan çıxıram anı. Çayı veribdir. Çay da bilinirdi. Hətta qəhvəyə görə də çıxa bilərik. Sonra qarğıdalı qalsın. Kakaodur. Armuda görə buradan çıxacaq getsin. Yeni dünyadan gətirilənlərdən. Banandır. Banana görə də çıxırıq. Qaldı baxın burada qarğıdalı, kartof, pomidor yeni dünyadan gətiriləndir. Köhnə dünyadan aparılanlar da ki, at, buğda, qoyun və s. Deməli bizim burada cavabımız nə olacaq? C bəndi doğru oldu. Keçirəm neçənci suala. İndi isə 16-cı suala keçirik. Baxaq 16-cı sual uyğunluqdur. Uyğunluğu müəyyən edin. Baxaq ki, kartoqrafik metod, tarixi metod. Hansıları qarşısına yazmalıyıq. Coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır. Mən onu da bura yazacağam nə? Bir kənarda yazım. 1-ə verəcəyik. A. Coğrafi obyekt və hadisədə müəyyən tarixi dövr arasında baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. 2-yə verək onda B. Coğrafi obyekt və hadisənin fərqli oxşar xüsusiyyətlərini təhlil etmək yeni elmi nəticələr gəlməyə imkan verir. Bu müqayisə metodu olacaq. Buna heç birini yazmıyorum. Amerika qitəsinin xəritəsi yaradılması. Bunu götürək kartografiyaya. Xəritənin yaradılmasından danışır. Təbii obyektlərin mənşəyi və yaranması. Yəni tarixini öyrənirsən, mən bunu 2-yə Y-ni verəcəm. Deməli 1-ə A D, 2-yə B, E oldu. Baxırıq hansı canımızda var? A bəndində var. Deməli biz doğru variantı tapdıq. Keçirəm neçənci suala? 17-ci suala. Verək sual 17-yə. 17-ci sualda görək nə istəyir? Coğrafiya elminin tədqiqat metodunu müəyyən edin. Baxırıq, A bəndə riyazi statistik veribdir. Əslində siz şəkilə baxsınız, yuxarıdan çəkilibdir. Yəni, aero havadan çəkilmiş şəkildir. Riyazi statistika aid bir burada məlumat yoxdur. Coğrafi modelləşdirmə, məsəl üçün, qlobus ola bilərdi. Coğrafi proqnozlaşdırma, tutaq ki, havanın necə olacağını deyir. Burada C-dən çıxaq. CIS bilirsiniz ki, coğrafi informasiya sistemləri, kompüter proqramlarıdır. Hansı üsuldan istifadə olunurdu? Kompüterdə qatların üstə yığılması idi orada. Ona görə burada 17 olacaq. Nə? Aerokosmik üsul. Aero havadır, kosmik yəni kosmosdan. Yəni həm havadan, həm kosmosdan çəkilən şəkillər aid idi. Bu da rahat sualdır bizim birinci bölmək üçün. Keçək indi neçənci suala? 18-ci suala. Ümumdünya hava xidməti əsas hansı mərkəzlərdə fəaliyyət göstərir? Bu əzbərə bilinəsi bir sualdır. Moskva Rusiyadadır. Washington bilirsiniz ki, Amerikaya aiddir. Melbourne Avstraliyadadır. Burada cavabımız B-dir. Digər bu sual əzbəri olduğu üçün digər mən variantlara baxmayacağam ona görə. Baxaq ki, başqa variantlar da var, bizim həmin eyni olanlar. Melbourne adı yoxdur, Washington adı var, Moskva isə yoxdur. Bir dənə D variantında Washington adını yazmışıq. Keçək sonra hansı sual? Sualı 19-cu suala. Baxaq görə 19-cu sualda nədir? Coğrafiya elminin tədqiqat metodları ilə bağlı deyilənlərdən hansıları düzgün hesab etmək olar? Müxtəlif ölkələrin iqlim göstəricilərini müqayisə etmək, müqayisə metodudur. Biri götürək. 2-də nə deyir? Xəritə üzərində əhalinin sıxlığını göstərmək, kartoqrafik metod. Bu qalsın bir kənara, buna nöqtə qoyaq. İqlim dəyişmələrinin tarixi ardıcıllığını öyrənmək, tarixini bu doğrudur. Müxtəlif bölgələrdə torpaq nümunələrini laboratoriyada analiz etmək. Bu riyazi statistik deyil, bu eksperiment metodu var idi. Ona daha çox uyğun gəlir. Müxtəlif bölgələrdə torpaq nümunələrini laboratoriyada analiz edir. Yəni burada çöl tədqiqatlarından da istifadə olunur. Çünki həmin əraziyə səyahət edirsən, müxtəlif bölgələr deyir, torpaq nümunələri götürməlisən. Bu eksperiment metoduna daha çox uyğun gəlir. Əhalinin, yəni keçək indi eksperiment metodu qalsın. Deməli, burada 4-dən nə verəcəyik? Biz dedik həm eksperiment götürürlər, həm də ki, çöl tədqiqatlarına daha çox uyğun olur. İndi keçək 5-ci
sual görək nədir? Əhalinin artım dinamikasını rəqəmlərlə təhlil etmək çöl tədqiqatları. Bunu riyazi statistik olacaq. Ona görə 4-də səhv gedir burada. Çıxıram 5-də səhv gedir. 3-ü götürəcəyik. 1, 2, 3. A bəndimiz doğru olacaq. Bir də qaldı hansı sual? 20-ci sual. 20-ci sualda çox asan olmalıdır. Kəşf olunan yeni ərazilər və uyğunluğu müəyyən edin. Kəşf olunan yeni ərazi hansı idi? Yeni dünyada. Bir də uyğunluq istəyir. Yəni necə öyrənilibdir həmin ərazi. Aerokosmik deyildi. Buna görə yeni çıxırsınız. Xətti çəkin buradan. Coğrafi proqnozlaşdırma da deyildi. Coğrafi modelləşdirmə də deyil. Burada riyazi statistikdə uyğun gəlmir. Sadəcə görürsünüz ki, burada B bəndidir. Çöl tədqiqatları ekspedisiyadır. Yəni həmin yeri gedib öyrənirlər. Və öyrənilən ərazidə yeni dünyadır. Yəni Cənubi Amerika ilə Şimali Amerika. İndi bu orta hissəni götürüblər. Əslində Amerika götürsək daha uyğun olar. Bununla da yəni suallarımız bitməyibdir. Artıq 20 dənə sual izah etdik. Növbəti indi videolarda da bölmə-bölmə çalışacağım. Yazdığımız sualları çəkin paylaşım. Bir də ayın axırları ya da ortaları ya da axırları sınaqlar təşkil edəcəm. İzlədiyiniz üçün təşəkkürlər.